Siz də mənə tay görmə alanınızda üzən şeyləri görübsünüzmü? Onlar kiçik soxulcan və ya su damcıları kimidirlər. Nə zaman yaxından baxmağa çalışıbsınızsa yox olurlar və başqa yönə baxarkən yenə də gözümüzə görünürlər. Bu çox yaygın bir olaydır. Buna xalq arasında üzən cismlər deyirlər. Bilimsel adı isə Mussakai volitantezdir. Mussakai volitantez latincədən alınmış bir sözcük olaraq uçuşan milçəklər anlamını daşıyır. Adından bəlli olduğu kimi adamın əsabların üstündə oynayır. Amma əslində bunlar böcək və ya nesnə deyillər. Bunlar gözün çanağında yerləşiblər. Üzən nesnələr duruşuqlarını dəyişməklə bizi yaxaldıb canlı olduqlarını bizə göstərirlər. Amma onlar canlı bir yaradıq deyillər. Üzənlər gözün şəbəkiyəsinə kölgə salan kiçik nesnələrdirlər. Şəbəkiyə işığa duyarlı olan gözün arxa bölümü, toxu parçaları, qırmızı qan selulları, protein yığınları, zocaziyyədə gözün içini dolduran jelatin kimi mayənin içində batmaz qalıb üzən cismlər kimi bizim görmə alanımızda oynayırlar. Üzən cismlər gözün hərəkətləri ilə bərabər hərəkət edirlər. Gözümüz durunca bu batmaz üzən cismlər daha az oynarlar. Bunlar çoxunluqla çox bəlli olmazlar. Şəbəkiyəyə nə qədər yaxın olursalar, o qədər yaxşı görünərlər. Yuxarıdan gələn işıqda əlimizi bizə nə qədər yaxınlatsaq, əlimizin kölgəsi o qədər aydın və diqqətli oluşar. Örnək üçün, boş bir bilici sayar səfəsi, qar ya açıq bir göy üzü kimi yerlərdəki arxa plan açıq rənglərdəndir, üzən cismlərin ayrılması daha rahat olur. Işıq nə qədər parlaqsa göz bəbəyi o qədər qısılar. Sadə deyim, böyük bir lampa kiçik lampa ilə dəyişsək, yaranmış kölgənin çıxması daha bütün və dəqiq olacaqdır. Üzən nəsnələrə bənzəyən, amma gerçəkdə ona bağlı olmayan başqa bir görsəl olay da vardır. Masmavi göy üzünə baxarkən parlaq nöqtələrin uçduğunu görsənizsə, siz də göy alan entopetik adlı olayı yaşamışsınız deməkdir. Amma bu entopetik olay üzən cismlərin görməyin tam tərsi sayıla bilər. Burada kiçik kölgələr görünmür. Bəlkə kiçik hərəkətli gözənəkləri görürük. Bu gözənəklər işığın şəbəkiyədən keçməyini sağlayır. Gözənəklərin səbəbi şəbəkiyə düzeyindəki qılcal damarlarında hərəkət edən qırmızı qan selullardılar. Bu ağ qan selulları bir qılcal damarı doldura bilənə qədər böyüyə bilər. Sonuzda böyüyən ağ qan selulu plasma alanını qırmızı qan selulların önündə oluşdurar. Qılcal damarı qırmızı qan selullarından daha yaxşı göy işığını özündən keçirdiyi üçün bu durumun yarandığı yerlərdə hərəkət edən bir işıq nöqtəsi görürük. Bu nöqtə qılcal damarlarda nəbz ilə bərabər hərəkət edər. Uyğun bir görmə durumu yaranarsa, bu nöqtələrin ardından gedən kiçik qaranlıq bir quyruq da görə bilərsiniz. Bunlar ağ qan selulların arxasında yığılmış qan selullardılar. Bu növ şeylər hər kəsin gözündə görünər, amma çeşidi və sayısı dəyişkəndir. Bizim beynimiz üzən cismlərin görməməzliyini öyrəndiyi üçün onları azaraq görürük. Amma böyük üzən nəsnələr görmə bozukluğuna nədən ola bilər. Böyük üzən nəsnələr görmə bozukluğuna bir göstərgə sayılır. Bu yüzden döşdürə başvurmağınız gərəkir. Üzən cismlər və danışdığımız qonuların çoxu entopetik bir olaydır. Bu yüzden nigaran olmayın. Yaxşı görmək üçün yaxşı baxmalısınız.